Əslində teatrların problemləri çoxdur, amma mən qısaca olaraq 2 məsələ üzərində dayanmaq istəyirəm. Həmin məsələlər də əsasən müəlliflərlə bağlı olan problemlərdir. Bildiyiniz kimi mənim onlarla pyesim həm bizim ölkəmizin müxtəlif teatrlarında, həm də xarici ölkə teatrlarında, Rusiyada, Ukraynada, Türkiyədə tamaşaya qoyulubdur. Doğrusu mən indiyə qədər hələ bilmirəm ki, teatrda tamaşaya qoyulacaq əsəri kim qəbul etməlidir konkret olaraq? Nazirlik yoxsa teatr özü? Çünki müxtəlif zamanlarda həmin məsələ tamam fərqli aspektlərdə həll olunur. Gəh nazirlik deyir bizdən asılıdır, gəh deyir ki, teatrlardan asılıdır. Teatrlarda təxminən elə həmin söz deyirlər. Gəh deyirlər bizdən asılıdır, gəh deyirlər nazirlikdən asılıdır. Yəni bir müəllif olaraq bu məni daha çox ilgiləndirir. Toxunmaq istədiyim ikinci məsələ teatrlarda direktor və rejissor və yaxud baş rejissor. Biraz da başqa cür desək, bədii rəhbər və direktor tandemi üzərində cəmləşir. Mən nəyi demək istəyirəm? Yenə müəlliflərlə bağlı olan problemdir. Hələ müəllif bilmir ki, bunun əsərini kim qəbul edəcək teatrda? Teatrın rəhbəri olaraq direktor, yoxsa rejissor? Həmin birinci məsələ ilə bağlı fikirlər ikinci məsələyə də aiddir. Çünki bir çox hallarda direktorlar yaxalarını çəkirlər ki, əsər qəbul etmək bizdən asılı deyil. Bəzi hallarda isə deyirlər bizdən asılıdır. Eləcə də baş rejissorlar da məsələyə adekvat şəkildə yanaşırlar. Yəni bu məsələlərə bir konkret olaraq aydınlıq gətirilməlidir. Bu da yəqin ki, Mədəniyyət Nazirliyi bu məsələyə aydınlıq gətirəcək və mənim 26-cı ildə arzuladığım, öz həllini tapacağı ümid elədiyim məsələlərdən birisi də toxunduğum bax həmin iki problemdir.